Biz Bakı deyəndə bütün indiki Bakını təsəvvür eləyirlər. Montin, Kubinka, Bayıl və Erməni kəndi. Yəni Qarabağa köçürülmüş, sonradan da oradan Bakıya köçən ermənilərdir. Onların dilində hətta çox Azərbaycan, türk sözləri çox istifadə olunurdu. Siz dönmüşsüz, əsl erməni deyilsiniz. Şəhərin deyirik köhnəlik, qədimlikni itiririk. Xarici gəlib Bakıda nəyə görüb deyəcək ki, bu Bakı çox qədim şəhərdir, köhnə şəhərdir. Əsl Parislini indi dindirin. O mənim kimi deyəcək ki, bəs bu vaxtı ilə belə idi, Paris belə idi, filandı. İndi hamı gəlib tökülüb Parisə və bunu nə günə qoyub. İnsanlar daima yer dəyişməklə məşğuldurlar. Vəzifəli şəxsin deyək ki, digər qohumlarının özü ilə deyək ki, yanaşı aparması, yerləşdirilməsi və s. Deyək ki, bu da bunu danılmaz bir faktdır. Mən nəyin bahasına olursa mən maşın almalıyam. Yəni böyük bir borcun, xərcin, deyək ki, kreditin hesabına, amma bu maşın məndə də olmalıdır. Çünki var məndə, sonra mənə nə deyərlər. Budur Bakı.